100 min manatı qazanmaq istəyən daha bir nəfər var. Bakıdan Pərvin Heydərov. Qarşılayın. Xoş gəlmişsiniz. Teşekkürler. Mən bilirəm ki, siz iqtisadçısınız. Bəli. Başqa sizin haqqınızda heç nə bilmirəm. Daha nəyi bilməliyəm? Müxtəlif hobbilərim var. Maraqlı. Yəni hobbilərim hekayələr yazmaq məsələn hobbimdir. Belə mən dünya ölkələrində oxumaq, bu tür bir də ki müxtəlif idmanlardan hobbimdir. Yəni professionallıq amma belə də həvəskar kimi. Əla. Bu bəs edir ki, siz məlumatlı insan təəssüratı yaradasınız. Amma anketinizdən savayı bizim oyundan öncəki sorğuda da çox gözəl iştirak etmişsiniz deyə bir araya gəlməyə qərar verdik. Və bugün siz burada tək deyilsiniz, dəstəkləyən sizi atanız Mir Abbas müəllimdir. Xoş gəlmişsiniz Abbas. Pərvin, əzizim, 15 suala düz cavab versəz, 100 min sizindir. 5-ci sualdan sonra bir yaxşı xəbər deyəcəm sizə. 200 manat ilk itirilməyən məbləğiniz olacaq. Yəni oyun necə bitir-bitsin bu pulla gedəcəksiniz. Bu arada 3 köməyiniz var. 50-50-yə, dosta zəng və tamaşaçıların köməyi. Yaddan çıxarmayın ki, ikinci itirilməyən məbləği siz təyin edirsiniz. Oyunun istənilən məqamında bunu da edə bilərsiniz. O cümlədən oyunu saxlamağı da sizin ixtiyarınıza buraxırıq. Hər an bəsli deyə bilərsiniz. Mən sizə pulu bu axşam ödəyəcəm. Ödəyəcəm də deyəndə cibimdə belə bir telefon var. Burada bir bank tətbiqi var. Pulu köçürməklə bir bankdan sizə çatdırmış olacaq. Mən hiss edirəm ki, oyunun başlamasına səbirsizlənirsiniz. O zaman milyonların şousu sizin üçün başlayın. İlk sual və 10 manat. Meyvəsi yeməli və şirin olan ağac növü hansıdır? A. Tut. B. Burax. C. Saxla. D. Yapış. A. Tut. Dərhal cavab verirsiniz. Bəli, sonra. A. Tut. Görürsən, ağ tutdu, qara tutdu. Ha? Odur. Tutdu. Tut ki, yaşıl oldu. Deməli, hər şey qaydasındadır. Bütün cavabların yaşıl olması arzusuyla. Davam edək. İkinci sual. 20 manat. Olimpiya yarışlarında hansı medal verilmir? A. Qızıl. B. Gümüş. C. Bürünc. D. Taxta. D. Taxta son qərar. D. Taxta. Bəli. Heç fikirləşmirsiniz. Yox, elə kəsin. Burada fikirləşməli nə var ki? D. Taxta. Üçüncü sual və 50 manat. Liftin düyməsindəki ədədlər nəyi bildirir? A. Mərtəbənin nömrəsi. B. Gediş haqqı. C. Sərnişinlərin sayı. D. Sərnişinlərin çəkisi. A. Mərtəbənin nömrəsi. Son qərar. A. Mərtəbənin nömrəsi. Bu da doğru cavabdır. Pərvin, 4-cü sual. 100 manat. Turp nağılının hansı qəhrəmanı turpun çıxarılmasında iştirak etmirdi? A. İt. B. Pişik. C. Toyuq. D. Sıçan. Toyuq, C. Toyuq son qərar. C. Toyuq deyirsiniz. Son qərar. Hətta son qərarım deyirsiniz. Mənim yadımda odur ki, sıçan pişikdən, pişik alabaşdan, alabaş nəvədən, nəvə nənədən, nənə babadan, baba da turpdan yapışmışdı. Toyuq orada yox idi. Düzdür. Bilirsiniz niyə bu nağıl mənim ən sevdiyim nağıldır? Mən məktəbdə oxuyanda 1-ci sinifdə turp nağılını səhnələşdirmişdilər və mən bu nağılda oynayırdım. Sizcə hansı rolda? Hansı rolda? Baba rolunda. Bəli, baba rolunda. Komplimentə görə təşəkkür edirəm.
Və düşünməyin ki, bu rəsmi versiyadır. Həqiqətən foto sübutum belə var. 5-ci sual, 200 manat. Məşhur Alman fiziki Einstein'in adı nədir? A. Alfred, B. Albert, C. Arnold, D. Andreas. B. Albert. Dəqiq. Bəli, son qərar. Oo. Bu da doğru cavabdır. İlk itirilməyə məbləği qazanmışsınız. Yəni bu andan etibarən dəqiq 200 manatınız var. Daha çoxu üçün hələ 10 suala da doğru cavab verməlisiniz. Pərvin, 100.000 manat 10 sualdan sonra da, amma yenə də tutaq ki, bax indi cibinizdədir. Bax bu 100.000 manat. Nə edəcəksiniz? Ailəmə verəcəm. Yəni tam 100.000-i tam bütöv ailəmə verəcəm. Hamısı Bəli. ailənindir. Onlar nəyəsə hazırlıq görürlər, nəsə planları var. Bilmirəm, onların ucu öz işlərdir. Artıq onların Doğrudan? öz işləri. Nəyə görəsə mənim şübhəm yoxdur ki, siz 100.000 manatı qazanarsınız. İnşallah. 6-cı sual 300 manat vəd edir. Bu məbləği itirilməyən təyin etmək Yox, istəyirsiniz? hələ ki tezdir. Oynayırıq. 90 dərəcəli bucaq hansıdır? A. İti, B. Kör, C. Açıq, D. Düz. D düz bucaq. Tələsmirsiniz? Yox, D düz bucaq. Bu son qərardır. Bəli. Mənim yadımda olanı 90 dərəcəli bucaqdan balaca bucaqlar iti adlanır, böyük bucaqlar 180 dərəcəyə qədərsə kör adlanır. Açıq bucaq, açığı yadımdan çıxıb. 180 dərəcədir də açıq bucaq. Düzdəki 90 dərəcə. Düppələmdir. Pərvin, 7-ci sualı verirəm, amma ondan öncə dəqiqləşdirim. 400 manat itirilməyə məbləğ olmalıdır mı? Yox, hələ ki tezdir. Nə vaxt gecə olacaq bəs? Bilmirəm, hələ ki düşünmürəm. Sizi oyununuzdan ayırmaq istəmirəm. Hiss edirəm ki, Təşəkkür. bütünlüklə oyuna fokuslanmısınız. Sual, 400 manatlıq 7-ci sual. Kyokushinkai hansı döyüş sənətinin üslublarından biridir? A. Sumo, B. Karate, C. Judo, D. Boks. B karate son qərarım. Dəqiq. Dəqiq, B karate. Hardan bilirsiniz? Yəni belə oxumuşam ki, B karatenin növü olmalıdır. Hardan? Yəni idman haqqında oxuduqlarımdan bilirəm ki, karatenin növüdür. Kyokushinkai. Bəli, B karate. B karate deyirsiniz. Və yanılmırsınız. Masutatsu Oyama tərəfindən yaradılmış bir karate üslubudur və adı tərcümədə Ali Həqiqət Cəmiyyəti mənasını verir. Mən bilmirəm bu oyunda bu fakt sizə necəsə lazım ola bilər ya yox, amma bu qədər mütaliəli olmağınız, hər tərəfli bütün suallara cavab verməyinizi kökünü başa düşmək istəyirəm. Necə olub ki, belə çox mütaliə etmisiniz? Nə oxumaq hobbidir. Oxuduqca dünyanı daha yaxşı tanıyırsan, daha yeni beynində yeni üfüqlər açılır, yeni fikirlər yaranır. Məncə maraqlıdır. Oxumaq maraqlı bir şey. Bəs belə zəngin kitabxananız var, yoxsa internetdən oxuyursunuz? Yox, indi internetdən oxuyuram. Daha çox internetdən oxuyuram. Sizi başa düşdüm. 8-ci sualın vəd etdiyi 750 manat itirilməyən məbləğ Yox, təyin hələ ki edirsiniz. tezdir. Yaxşı. Sual. Timus vəzinin mətbəx ləvazimatını xatırladan digər adı nədir? A. Qaşığa bənzər vəzi, B. Bıçağa bənzər vəzi, C. Çəngələ bənzər vəzi, D. Çömçəyə bənzər vəzi. Bunu dosta zəng. Bilirsiniz kimə yığaq? Bəli, Kimə? Kənan. Kənan? Bəli, Kənan nəyinizdir? dostumdur. O tibb oxuyub yoxsa? Həkimdir bəli. Hətta həkimdir. Bəli.
Məncə o bu sualın cavabını verə biləcək. 30 saniyə ərzində sizə bircə qalacaq sualı dəqiq oxumaq, variantları ona söyləmək və Kənanın da bu sualı düzgün cavablandırmağı. Dosta zəng köməyinin bütün mahiyyəti bundadır. Heç bir təxmininiz yoxdur, yoxsa nəsə də düşünürsünüz, amma sığortalanmaq istəyirsiniz? Təqribən bildiyim var, amma dəqiq bilmirəm. Hansını təxmin edirsiniz? C bəndini çəngələ bənzər, amma Çəngələ bənzər vəzi. amma tam dəqiq bilmirəm, yəni. Onda yığaq Kənanı. Görək doktor bizə necə kömək olur. Nə həkimidir? Stomatoloq. Stomatoloq. Alo, Axşamınız xeyir doktor. axşamınız xeyir olsun. Necəsiz, nə var, nə yox? Çox sağ olun, yaxşı olun. Siz necəsiz? Yadınızdadır keçən həftə gəlmişdimi? Yəqin ki, siz deyildi. Bazar günü idi, axşam 19:20-də bütün evlərə gəlirəm. Sizin evə də 100% gəlmişdim. Milyonların şousundan Fatihdir. O cür gələ bilərsiniz bəli. Bugün mənimlə üz-üzə sizin dostunuz Pərvin Heydərova eləşib. O deyir ki, Bəli. növbəti sualda olsa siz ona kömək edə bilərsiniz. Yoxlayaq. Bacararsınızsa 30 saniyə vaxtınız var. Və o vaxt elə indi başlayır. Timus vəzinin mətbəx ləvazimatını xatırladan digər adı nədir? Qaşığa bənzər vəzi, bıçağa bənzər, Bənzər. qaşığa bənzər, bıçağa bənzər, çəngələ bənzər, çömçəyə bənzər. Çəngələ bənzər, çəngələ bənzər. Aha, çox sağ ol. Çəngələ bənzər. Sağ ol, təşəkkürlər. Dəqiq bilir. Dəqiq bilir həkimdir. Yəni siz də təsdiqləyirsiniz. Bəli, son qərarım. Mən bu Faktiki olaraq elə sizin... Mən də həmin fikirdəydim. Ayda, bəs niyə köməkdən istifadə etdiniz? Dəqiq bilmirdim də, yəni. C. Çəngələ bənzər vəzi. Bəli, Son qərar. bəli, son qərar. Biz sizə eşitdik. Bu ad yəqin ki, bu vəzin quruluşuna görə verilib. O adət etdiyimiz kimi belə 4 dişi olan yox, 2 dişi olan çəngələ oxşayır. Doğrudan da elədir. Sağ olsun doktor. 750 manatı qazanmağa kömək oldu. Növbəti sualın 1500 manatını itirməyən məbləğ Yox, hələ ki yox. Hələ ki yox. Yox. Yaxşı, 1500 manat uğrunda oynayırıq. 9-cu sual. Frank kralı 3-cü Pipin tarixdə hansı adla məşhurdur? A. Uzun, B. Gödək, C. Kök, D. Arıq. Zalın köməyinə müraciət edin. Bu dəfə tamaşaçıların köməyinə ehtiyac duyursunuz. Mən tamaşaçılardan pultları əllərinə götürməyi xahiş edəcəm. Sizin köməyinizə ehtiyacımız var deyə sualı təkrar edirəm. Frank kralı 3-cü Pipin tarixdə hansı adla məşhurdur? A. Uzun, B. Gödək, C. Kök, D. Arıq. Doğru bildiyiniz variantı pultda müvafiq hərfi basmaqla bildirin və görək kömək ola bilirimi. Səs vermə başlayır. Gödək deyirlər. Tamaşaçıların böyük əksəriyyəti onu bu cür xatırlayır. 40%. Amma tamaşaçıların 1/3 də kök deyir. Nə düşünürsünüz? İnanaq, Riskə gedirəm, inanaq, gödək Pipin. B gödək deyirsiniz. Bəli, riskə gedirəm. Bu son qərardır. Bəli. Mən sizə eşitdim. Of, birisi o böyük Karlın atası idi. Və bu ləqəb ona boyu kiçik olduğundan verilmişdi. Düz təxmin etdilər. Pərvin, sağ olsun tamaşaçılar. Sağ olsun, təşəkkürlər. Sizə dəstək oldular. Təşəkkürlər. Növbəti sual 10-cudur və 3000 manat vəd edir. Bu 3000 manatı necə itirilməyən məbləğ təyin edək? Bu suala sonra cavab verərsiniz. Bir həftədən sonra. Oldu.
Veriliş bitir, oyun hələ bitmir. Hörmətli tamaşaçılar, oyunumuzu gördünüz. Yəqin oynamaq da istədiniz. O zaman milyonların şousuna gəlin. 055 253 11 99 nömrəsinə WhatsApp-la özünüz barədə danışın. Sonra çox asandır. Bir gün gəlirsiniz və burada siz əyləşirsiniz. Milyonların şousunda. Hələlik. Hoş gördük hər birinizi. Milyonların şousuna baxırsınız və bu axşam da verilişimizin baş sponsoru bir bankdır. Bu o deməkdir ki, bugün bütün mükafatlar öz ünvanına çox böyük sürətlə çatacaq və mən ümid edirəm ki, nəhayət ki 100.000 manat məhz bu verilişdə qazanılacaq. Belə olmaya da bilər. Zaten bir neçə tamaşaçımızla vidalaşmalı olduq. Ona görə ki, yalnız indi ekranda gördüyünüz tamaşaçılarımızın Covid testinin cavabı negativ çıxdı. Ən əsası isə oyunu yarımçıq kəsilmiş iştirakçımızın da cavabı onu qane edəcək negativdir. Beləliklə qarşılayın. Bugün milyonların şousunda Bakıdan Pərvin Heydərov. Pərvin, xoş gördük yenidən. Təşəkkürlər. Oyunun davamı qalıb. Siz 9 sualı geridə qoymusunuz və əhəmiyyətli bir hissəsi hələ irəlidədir. Böyük məbləğlərin astanasındayıq. Bir həftədən sonra təəssüratlar, hissləriniz necədir? Təəssüratlar, yəni bugünkü oyunu gözləyirdim ki, yəni davam eləməyi gözləyirdim. Gözəl. Mən sizə xatırlatmaq istəyirəm, tamaşaçılarımızı nəzərdə tuturam. Pərvin oyunlara tək gəlmir. Onu bu dəfə də atası Mir Abbas müəllim müşahidə edir. Xoş gəlmişsiniz. Əsas dəstəkçinizin, atanızın oyununuz haqqında təəssüratı nədir? Nə məsləhət verdi? Bu dəfə oynayanda nəyi et, nəyi etmə? Dedi ki, həyəcanlanma, tələsmə, dəqiq, ciddi fikirləş, qərar ver. Bir də ki, bilmədiyin sualda risk atma da, yəni məbləği risk atma. Siz belə də çox risk etməmisiniz, bilmədiyiniz yerlərdə köməklərdən istifadə etmişsiniz. Ümumiyyətlə, qaydaları sizə xatırlatmaq istəyirəm. Bugünkü oyunun qalibi olmaq üçün qalan 6 sualı da düzgün cavablandırmalısınız. İlk itirilməyən məbləği qazanmışsınız. 5-ci sualda 200 manatı cibinizə qoydunuz. Sonra 9-cu suala qədər yüksələ bildiniz, 1500 manatınız var. Xatırladıram ki, bir köməyiniz qalıb 50-50-yə. Və bir də ikinci itirilməyən məbləği hələ təyin etməmisiniz. İrəliləyən dəqiqələrdə bunu edə bilərsiniz. Çünki 10, 11, 12, 13, 14, 15-ci sualdan öncə bunu etmək istəyirəm. Hətta indi etmək istəyirsiniz. 3000-i itirilməyən məbləğ. Səbirli olun, tələsməyin və biz hər şeyi edəcəyik. Xatırladım ki, nə qədər qazanırsınız, qazanın. Bu axşam sizi dərhal mükafatlandırmaq imkanımız var. Bir bankla köçürmə edəcəyəm. Əgər hazırsınızsa, hazıram bu. O zaman milyonların şousu sizin üçün davam edir. Pərvin, 10-cu sual öncəsi başa düşürəm ki, 3000 manat itirilməyən məbləğ təyin edirsiniz. Bəli, edirəm. Edək, 3000 manat itirilməyən məbləğə çevrilsin. Və 10-cu sual. 1903-cü ildə Azərbaycanda öyrənilən qranitlə zəngin metamorfik süxur necə adlanır? A. Tovuzit, B. Gədəbəyit, C. Kəlbəcərit, D. Kürdəmirit. Bu barədə nəsə bilirsiniz? Yox, bir dəqiqə. Heyif ki, bu yerdə onda üçüncü köməyinizdən istifadə etməli olacaq. 50-50-yə götürmək istəyirəm.
elə bu yerdə iki səhv variantı yığışdırma fikrindəsiz. Bəli. 50-50-yə köməyindən istifadə edəcəyinizə qərar verdiniz. Mən kompüterdən xahiş edəcəm ki, iki səhv variantı yığışdırsın. Getsin iki səhv variantı. Qalır Gədəbəyit və Kəlbəcərit. B və C variantı. Xatırladım ki, indi düz cavab verdiyiniz təqdirdə əlavə 1500 manat da qazanıb, mükafatınızı 3000 manata qədər qaldırır və bunu itirilməyən məbləğ kimi möhkəmlədirsiniz. Səhv cavab versəz, 1300 manat itirməklə yalnız 200 manatla verilişi bitirmiş sayılacaqsınız. İndi sizcə 1903-cü ildə, 100 ildən də çox, bundan əvvəl Azərbaycanda öyrənilən qranitlə zəngin metamorfik suxur necə adlanırdı? Qranitlə zəngin olmalıdır. Gədəbəydi görəsən, yoxsa Kəlbəcər? Yəni heç bir fikrim yoxdur yəni burada. Çünki Kəlbəcərlə Gədəbəy yaxın rayonlar təbiətə oxşardır, ikisində də ola bilər. Ona görə yəni konkret fikrim yoxdur. Burada konkret bilik lazımdır. Məntiqlə tapmaq olmur. Xatırladıram ki, siz pulu götürüb, 1500 manatı götürüb oyunu dayandıra bilərsiniz. Amma bəlkə risk edib iki variantdan birini seçəsiniz. Hansına ürəyiniz daha çox yatır? Yox, burada yəni konkret bilik lazımdır, bilmirəm yəni. Risk eləməyə dəyməz. Oyun dayanır. Bəli, məbləği götürüb gedirəm. Vəssalam. Bəli. Sevgimiz elə bu qədərmiş. Yəni bilmədiyim deyən cavab. Xatırladıram ki, düzgün cavab 2 qat mükafat nəzərdə anlayıram, tutulur. 3000 manat. Anlayıram. Sadəcə bilmirəm. Burada konkret bilik lazımdır. Məntiqlə tapmaq olmur. Özdə ondan sonra risksiz filansız 5000 manatlıq suala cavab verə Yox, bilər. başa düşürəm, anlayıram. Amma burada konkret bilik lazım. Son qərarınız Bəli, son qərar. nə? Pulu götürüb gedim, 1500-ü götürürəm. Anladım. Amma bu oyunu oynamaya bilmərik də. Yaxşı, oyun tutaq ki, dayandı. Sizin də mükafatınız əlinizdə. Yenə də cavab verəcəyiniz təqdirdə Gədəbəy deyərdiniz, Kəlbəcər. Yox, əgər heç nə itirməyəcəkdimsə Gədəbəy deyərdim. Gədəbəy deyərdiniz Heç nə itirməyəcəkdim. və yanılmazdınız Gədəbəy desəydiniz. Daha nə eləmək olar? Belə qərar verdiniz ki, cavab verməyəsiniz. Qərar verilib, sizin mükafatınız 1500 manatdır. Çox ağıllı oynadınız. Təşəkkürlər. Oyununuzun heç bir mərhələsində, bax bu bütün bu sualların içərisində 10 sual eşitdiniz. Heç birində mənim sizin iti zəkanıza və müdrikliyinizə şübhəm olmadı. Təşəkkürlər. Bütün hallarda və artıq pul da sizdədir. Təşəkkürlər. Yaxşı işlərə xərcləyək. Təşəkkürlər. Pərvin, oyun haqqında fikriniz? Oyun haqqında fikrim, ümumiyyətlə intellektual oyunları sevirəm, maraqlı oyundur. Yəni belə oyunların daha çox olmasını arzulayardım. Müxtəlif telekanallarda. Onda deməli sizinlə ictimai televiziyada hələ görüşəcəyik. İnşallah. Salamat qalın. Sağ ol.